Öncəliklə hər birinizi salamlayıram və bu cür gözəl bir tədbirdə məhz bir şəhid ailəsi olaraq mənə də söz verdiyiniz üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Özümü təqdim edeyim sizə. Abbasova Sona xanım 44 günlük vətən müharibəsində canından və qanından keçmiş cənab leytenant şəhid Teymur Abbasovun həyat yoldaşıyam. Təşəkkür edirəm. Və onu da qeyd edeyim ki, həyatın bu kəşməkeşli yollarından təbii ki, bizim ailəmizdən də yan keçmədi. Amma nəzərə alsaq ki, biz bir Azərbaycanlı təmsil etdiyimiz üçün və Azərbaycan xanımı olaraq mən hər bir halda azad və suveren Azərbaycan torpaqlarında yaşamağı özümə, belə deyək də, bir yol edinmişəm, yaşayıb yaratmağı və həyat yoldaşım kimi də bu torpaqlara xidmət eləməyi özümə bir missiya olaraq götürmüşəm. Allahdan bu yolda özümə güc qüvvət diləyirəm. Və soruşsanız ki, siz Qarabağ klubları ilə necə tanış oldunuz? Həyatın həqiqətən də, belə deyək, bizlərə kimlərlə və nələrlə rastlaşacağımızın bizim məlumatımız yoxdur təbii ki. Çox, belə deyək, bir müddət bundan öncə Qarabağ klubları ilə bizim yollarımız kəsişdi və yaxşı ki də Qarabağ klubları və KOBİA'nın dəstəyi ilə, belə deyək də, biz bu yolda yürüməyə başlamışıq. Qarabağ klubları 2025 tədbirində layihəsinin bir şəhid ailəsi olaraq, necə deyim, iştirakçısı olduğum üçün həqiqətən də qürur duyuram. Və bilməyənlər üçün də məlumat verim ki, Oxlov Bakery and Pastry artıq bir ildir ki, Azərbaycan milli yeməkləri və milli fast foodunun bişirilməsi və satışı ilə məşğuluq. Və onu da qeyd edeyim ki, çox hörmətli KOBİA, yəni Kiçik Orta Biznesin İnkişaf Agentliyinin idarə heyətinin sədri Orxan bəy də bizim kiçik məkanımızda bizi ziyarətə gəlmişdi. Problemlərimizi, belə deyək də, dinləyib və üzümüzə gələn illərdə Oxlovun böyüməyində və sırf bir şəhid ailəsinə dəstək olaraq olacaqlarını bildiriblər və inşallah düşünürəm ki, biz Oxlov Bakery and Pastry olaraq məhz KOBİA'nın da dəstəyi ilə daha böyük işlər görəcəyik. Və Oxlov mağazasının, belə deyək də, böyüməsində Qarabağ klublarının dəstəyi əvəz olunmazdır. Buradan hər birinizə təşəkkürümü bildirirəm və bu cür faydalı işlərin ələxüsusda şəhid ailələri və qazi ailələrinə dəstəyin daimi və davamlı olmasını arzulayıram. Şəhidinə və onların əmanətinə dəyər verən hər bir kəsdən Allah razı olsun və bu işlərin belə deyək də, daha böyük bir boyutda gələcəkdə inkişaf etməsini diləyirəm və onu da qeyd edeyim ki, azadlığımızın, suverenliyimizin və birliyimizin, bütövlüyümüzün daim olmasını Allahdan arzu edirəm və bir daha deyirəm ki, yaşasın Azərbaycan. Hər birinizə təşəkkür edirəm.